sədəqə verənə, nəfəqə eləyən üçün mələklər onun üçün xeyir dua edirlər. Necə məşhur hədisdə Allah Rasulü buyurduğu kimi: "Mə min yawmin yusbihul ibadu fihi illə mələkani yanzilani feyəqul əhədum Allahumma ati munfiqan xalafan və yəqulul əxir Allahumma ati mumsikan tələfən." Allah Rasulü sallallahu əleyhi və səlləm söyləyir ki, hədis Buxari Müslim hədisidir. Hər açılan gündə Allah Subhanahu göydən yerə 2 dənə mələk endirir və onlardan biri deyir ki, Allahumma sənin yolunu nəfəqə edənlərin əvəzini ver ona. Yəni, o verirsə, sən də onun əvəzini ver. O birisi deyir ki, Allahumma verməyənin malını sən neynə? Tələf elə. Verməyənin malını tələf elə. Düzdür, əlhəmdülillah, bugün görürsən ki, düz hər dəfə hər şey varların üstünə atmaq olmaz. Yəni, kasıblarda da çox ar yoxdur. Deməli, bəzi halda görürsən ki, məsəl üçün, bir qardaş işi var, gücü var və görürsən ki, kasıblar da kömək edir, zəkat da verir və s. Amma müəyyən bir hal yaranır ki, təbii ki, zəkatın da vaxtı deyil və pula da ehtiyac var, yəni qardaşdır, yəni ola bilər, övladı xəstədir, əməliyyat olmadı və s. Və müraciət edir, deyir, vallahi ki, imkanım yoxdur verməyə. Bir deyirsən ki, verir ki, həmən qardaşdan yarım milyon pul alıb. Olur, olmur belə şey. Olur, qardaş, dəfələrlə olur. Yəni, deyir, vallahi ki, yoxdur, amma görürsən ki, vergi nə olur? Vergi ala bilir. Düzüm, demirəm ki, bu indi uşağı həmən qardaşa kömək eləmədiyinə görədir və s. Amma ən azı insanın təvəkkülü var. İnsan Rəbbinə təvəkkül eləməlidir. İnsan düşünməlidir ki, dünyada qazanmaqdan maraq əslində nə olmalıdır? Ahirəti qazanmaq. Yəni, dünyada qazanmağa maraq dünya olmalıdır. Çünki zaten sən dünyada sənin 100 milyardın olsa, dünyada nə əldə edəcəksən? Yəni, eləmək istədiyin şeylər harama çöndərəcəksən. Yəni, nə eləmək istəyirsənsə, onu 100 milyarda olan da eləyir, 100 manatı olan da eləyir. Yəni, müminin həqiqi hədəfi dünyanı qazanmaqda nə olmalıdır? Ahirəti. Çünki bu dünya onun üçün ahirət tarlasıdır. O bu gün becərir. O bu gün ona yer verilib əkir, amma məhsul nə vaxt yığacaq? Ahirət. Əgər ki, o Allah üçün daha çox infaqlar edir, Allah üçün bu sədəqələr edibsə, bəli o məhsulunu yığacaq. Amma o kəs ki, qardaş, əkib də Allah üçün heç bir şey də eləməyibsə də, qorxsun ki, elə məhsul yetişməmiş dolu vurub onu yiyəcək. Dolu, yağış, tufan, leysan onu vurub xarab eləməsin.